Salam, hər vaxtınız xeyir əziz ikincilər, videonu izləyən valideyn və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video izah sözlərin yazılışı o yoxsa A mövzusu ilə bağlı olacaq. İkinci sinif səviyyəsində olacaq. Gəlin vaxt itirmədən başlayaq test və çalışmalar üzərində möhkəmləndirməyə. Biz bilirik ki, elə sözlər var ki, yazıldığından fərqli tələffüz olunur, yəni yazıldığından fərqli deyilir. İndi başlayaq görək. Suallarda bizə hansı tip tapşırıqlar verilir? Birinci sualda deyir ki, hansı söz səhv yazılmışdır? Povest. Povest düz yazılıb. Portret. Moruq. Moruq da düz yazılıb. Amma portret yox, portret yazılır, portret deyilir. Ona görə səhv yazılan olacaq B variantı. 2-də isə deyir, hansı sözdə nöqtələrin yerinə o saytı yazılmalıdır? Kalsiyum olmaz, kalsiyum yazılır. Kapital yazılır, kapital yazılır. Kombine yazılır, bəli, combine deyilir. Bizdə yazılmalıdır deyirsə, cavab C variantı. Hansı sözdə o saytı A kimi tələffüz olunur? Globus elə olduğu kimi qlavuz olmur. Konkret, konkret tələffüz olunur. Kompas, kompas deyil, elə kompas olaraq alır. Ona görə də cavabımız olacaq B variantı. 4-də isə deyir, hansı cümlədə səhv yazılmış söz var? Soyuq kompot içdim, burada yoxdur. Portret yenidir, burada da yoxdur. Komandamız qalib gəldi. Komandamız yox, uşaqlar, komandamız. O yazılır, A deyilir. Ona görə burada o olmalıydı. Cavabımız C variantı. Nöqtələrin yerinə uyğun gələn sahiblərin ardıcıllıqla verildiyi variant hansıdır? Poema, kompot. Poema, kompot. İkisi də o olacaq. Cavab B variantı. 6-da isə bizə deyir, hansı söz doğru yazılmışdır? Komik, düzdür. Kombine, doğru istəyir. Hə, elə A variantı. Kobinet yox, kabinet. Kolbasa yox, kolbasa. Ona görə düzgün cavab A variantıdır. 7-də isə deyir, hansı uyğunluq doğru deyil? Plakat, düzdür. Paravoz, problem. Paravoz yox, paravoz olmalıdır. Cavab B variantı, C variantı da düzgündür. Hansı şəkil adı bildirən sözdə A saytı yoxdur? Qatar var, pomidor yoxdur, kartof var. Olmayanı istəyir B variantı. Baxın, yazılış istəyir də bizdə ona görə. Bizim komandamız çox yaxşı kollektivdir. Cümləsində neçə səhv yazılmış söz var? Bizim düzdür. Komandamız yox, komandamız bir dənə. Çox yaxşı kollektivdir. Düzdür. Kollektiv deyilir, kollektiv yazılır. Səhv yazılmışda bir dənə söz var. Onda isə deyir, hansı sözlər doğru yazılmışdır? Konsert yox, konsert. Motor düzdür, kosmos da düzdür. 2 və 3 düzgün yazılıb. Çalışmalara baxaq. Bir saniyə. Aha. Boşluqlara uyğun gələn hərfləri əlavə edib yazın. Professor, reklam, atmosfer, vagon, firma, yox, forma, avtomat, direktor, dolab, hovuz, inqilab, kassa, komediya, pauza formada olmuş olacaq. Səhv yazılmış sözləri işarələyin. Traktor yox, traktor səhvdir. İnformasiya yox, informasiya olacaq. Bu da səhvdir. Problem düzdür. Kotan düzdür. Maqnit yox, maqnit olmalıdır. Qovaq düzdür. Kollec yox, kollec olmalıdır. Qrafik yox, qrafik olmalıdır. 3-də deyil, cümlələrdə səhv yazılmış sözlərin altından xətt çəkin. Konsert çox gec başladı. Konsert yox, konsert yazılır. Səhvdir. Fotoqraf yox, fotoqraf səhvdir. Anam dadlı kotlet yox, kotlet bişirdi. Bu da səhvdir. Kostyum yox, kostyum. Bu da səhvdir. 4. Səhv yazılmış sözləri seçin. Bu sözləri düzgün formada cümlədə işlədin. Aktyor yox, aktyor. Şokolad düzdür, globus düzdür, domino olmalıdır, domino yox. İndi uşaqlar, cümlə qurmaqda sizin özünüzə qalıb, nə formada istəyirsiniz, cümlə qura bilərsiniz, amma bir-iki nümunə deyim. Mən
böyüyəndə aktyor olmaq istəyirəm. Mən qardaşımla domino oynadım. İndi gəlin uyğunluğu müəyyən edək. Fabrik, proqram, gitara, proses, norma, kiloqram, reklam, daim formada olmuş olacaq. Baxaq digər çalışmalara. Şəkil adı bildirən sözləri yazın. Domino, pomidor, şokolad, konfet. Burada əsas məqsəd odur ki, görək uşaqlar o A saitini düzgün yazırmı, yoxsa dediyi kimi yazırmı, ona görə deyir ki, yazın. Samovar, kompüter, avtobus və velosiped. Bu formada yaza bilərsiniz. Daha sonra baxırıq, mətndə nöqtələrin yerinə uyğun gəlir hərfləri yazın. Yaxşı. Komandir, Azadın qəhrəmanlıqlarından danışır. Biz isə ona qulaq asırdıq. O bizə maraqlı informasiyalar verirdi. Biz Azadı görməsək də onun nə qədər mərd bir igid olduğunu anladıq. Sözləri cədvəlin uyğun xanalarına yazın. Aha, siz kitabı olanlar cədvələ yaza bilərsiniz, amma mən burada sadəcə üstündə yazacağım. Kamera, vaqon, melodiya, termometr, olimpiyada, zavod, avtomat, piroq bu formada. 9-da deyil cümlələrdə səhv yazılmış sözləri seçib düzgün formada yazın. İşçi havuzu təmizlədi. Hovuzu. Hovuzu. Fayton yox, fayton. Fayton. Qardaşım pianinoçudur. Pianino yox, pianino. Davşan yox, dovşan. Bu formada yaza bilərsiniz. Ümidvaram ki, bu testlər, çalışmalar sizə faydalı oldu. Faydalı oldusa bəyənməyi, dostlarınızla bölüşməyi, kanala abunə olmağı və şərhdə fikirlərinizi yazmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.